İmam-ı Sadiq aleyhissalam bir günləri əshabından, şagirdlərindən sual elədi. Dedi, bu qədər ki, siz gəlib gedirsiniz mənim yanıma, bu qədər ki, siz məndən bir şeylər öyrənirsiniz, bu neçə illərdə nə yadınızda qalıb, nə öyrənmişsiniz məndən? Yaxşıdır, insan özünə hərdən sual versin. Bu neçə illər ki, mən gedib gəlirəm məscidə, neçə illər ki, mən Hüseyniyyəyə gedirəm, qulaq asıram xütbələrə, cümə xütbələrinə, danışanlara, nə bilim, hədisə, moizəyə, nəsihətə. Bu neçə ildə hərdən yaxşıdır insan bir hesab kitab aparsın. Görsün ki, nə qədər şey mənim yadımda qalıb. Görsün ki, nə qədər mən o eşitdiklərimə əməl eləmişəm. İnsan bunu ilə gedər qabağa. Bunu ilə inkişaf eləyər. Yoxsa məsələn elə gəlim, adət eləyim. Məsələn, bizim bəzi işlərimiz adət üzrədir. Adət üzrədir. Quranda buyurur ki, İnnəs salata tənha anil fəhşai vəl munkər. Namaz insanı münkərdən uzaqlaşdırır, pis işlərdən uzaqlaşdırır, yaxşı işlərə yaxınlaşdırır. Yaxşı, mən niyə görə mənim namazım məni məsələn pis işlərdən uzaqlaşdırmır? Hələ neçə illərdir, 50 ildir namaz qılıram, 10 ildir, 20 ildir namaz qılıram, amma məsələn filan xüsusiyyatım heç tərgidə bilmirəm. Filan əməli tərgidə bilmirəm. Niyə görə? Çünki namaz adət olub bizi üçün. Namaz adət olub. Namaz bir pilləkən, namaz vəsilədir, vasitədir. İnsan Allaha ucalsın. Allaha ucalsın. Amma da bir adət olub. Saat məsələn 1-ə 20 dəqiqə qalmış, bu əməli eləməliyəm. Gedirəm mən məsələn 4 rəkat qıldım, 8 rəkat qıldım, belə adət üzü ilə. Amma namaz qılandan sonra gördüm məndə bir dəyişiklik oldu, olmadı, elə namaz qılmamışdan qabaq, Allahu Ekber deməmişdən qabaq nəsə narahatçılığım var idi, elə namazı qutardım, o narahatçılıq elə yenə də yerindədir. Deməli, bu namaz adət şəklinə düşüb. Olmasın bizim işlərimiz elə adət olsun, elə cümə günüdür, gəldim, cümədir də, mən getməliyəm cüməyə. Məsələn, filan vaxtı 10 gün məclisdə, gedim o məclisə. Ya məsələn, belə, bu adət üzrə. Amma yox, İmam Sadiq əleyhissalam buyurur ki, bu adət yaxşıdır. Hərdən bir şotqayı vurun, görün ki, nə öyrənmişsiniz, nə əldə eləmişsiniz bu neçə müddəti. İmam Sadiq əleyhissalam şagirdlərinə dedi ki, hələ deyin mənə görüm ki, neçə vaxtı gedib gəlirsiniz mənim yanıma, nə öyrənmişsiniz məndən axı? Şagirdlərdən biri dedi ki, Yəbnə Rəsulillah, mən sənin məktəbindən 8 dənə məsələ öyrənmişəm, 8 dənə mühümmi şeylər öyrənmişəm. Dedim, onlardan bir ikisini sayacağım, vaxt çatar, axıra kimi sayaram, çatmaz, qalar inşallah borcumuz gələn səfərlərə. Həzrət buyurdu ki, hələ de görüm nədir? O dedi ki, Yəbnə Rəsulillah, mən sənin dərslərindən, səndən bunu öyrəndim ki, İnsan ölməklə o sevdiyi şeyləri bu dünyadan aparmır. Sevdiyi şeylər qalır bu dünyada. Sevdiyi şey nədir? İnsanın malıdır, dövlətidir, övladıdır, ailəsidir, nə bilim nə? Bizim sevdiyimiz şeylər nədir ki, məsələn? Deyir, mən bunu gördüm ki, insan sevdiyi şeylərin aparmır. Ona görə bütün çalışmaqlığımı o şeylərə yönəltdim ki, o şeyləri insan özü ilə aparır. O şeyləri aparır. Yəni, mən gördüm ki, insanlar sevdiyi şeyləri yox, o gördüyü xeyir işləri özü ilə aparır. Ona görə bütün həmmim, qəmmim, bütün çalışmaqlığım o işlər üçün oldu. Bunu öyrənmişəm mən, Yəbnə Rəsulillah. İmam Sadiq əleyhissalam buyurdu da, əhsən sənə, düz deyirsən, yaxşı şey öyrənmişsən. İkinci, deyir, mən gördüm ki, Yəbnə Rəsulillah, sənin dərslərindən, sənin məhzərindən gəlib gedəndən sonra mən gördüm ki, bir dəstə insanlar öz mallarına, bir dəstə insanlar öz qohum əqrəbəsinə
öz əcdadlarına, bir dəstə insanlar öz övladlarına neyniyirlər? İftixar eləyirlər. Öz övladlarına sevinirlər. İftixar eləyir. Mən filan kəsin nəslindən, filan yerdənəm, filan şəhərdənəm, filan məsələn mənim bu qədər övladım var, belə, bu qədər mənim malım var. Amma mən bu yandan gördüm ki, Allah təbarək və teala bunları demir. Allah buyurur ki, həqiqətən iftixar eləməli, həqiqətən onu ilə insan öyünməli şey təqvadır. Allah Quranda buyurur, təqvadır. Çalışdım ki, onu əldə eləyim. Mən çalışdım, onu əldə eləyim. Onu ilə mən iftixar eləyim. İmam Sadiq əleyhissalam buyurdu, əhsən. Üçüncü nə öyrənmişsən məndən? Bu dərslərdən ki, bu qədər gedib gəlmişsən. Deyir, üçüncü, mən gördüm ki, bir tərəfdən insanlar neyniyirlər? Öz həva həvəsləri ilə neyniyirlər? Öz həva həvəsləri ilə iş görürlər. İş görürlər. Və amma Allah təbarək və teala Quranda buyurur ki, həva və həvəs insanı behiştdən saxlayır. Həva və həvəs insanı cəhənnəmə aparır. Həva və həvəs o işlərdə ki, Allahın razılığı yoxdur. Ya adam məsələn həva həvəs, yəni adam istəyir, məsələn dadlı yemək istəyir. Yeməsin? Yox, eyb yoxdur. Yesin. Ya məsələn ürəyi istəyir, istirahət eləsin, eləməsin? Yox, eləsin. O yerlərdə ki, Allahın qadağaları var, o yerlərdə insan həva və həvəsini saxlasın. İnsanın nəfsi həm bu dünyada onun üçün bəladır, həm də axirətdə onun başına çox bəlalar gətirir. Ona görə mən deyir neynədim? Mən çalışdım ki, Allahın razılığını ələ gətirim. Öz razılığımı yox, öz istəyimi yox, cəmaatın istəyini yox. Bəzi adamlar var, öz istəyinin naminə nələrsə görür. Görsən, məsələn, bir işlər görür ki, Allahın rizayəti yoxdur orada. Bəzi adamlar var ki, ondan da bədbəxtdirlər. Öz istəyi yox, cəmaatın istəyinin naminə neyniyir? Bəzi işlər görür ki, geri düşür günaha. Qonşum mənə nə deyər? Filan qohumum nədir? Cəmaatdan ayıbdır. Bir iş gör, məsələn, görürsən, Allahın rizayəti yoxdur, onda deyir, cəmaatdan ayıbdır. Elə şey olar, mən məsələn, oğlumun toyuna aşıq gətirməyim, ləhv-ləb şey eləməyim, cəmaat mənə nə deyər? Bəzi vaxtda cəmaata görə, bəzi insanların çoxu cəmaata görə cəhənnəmə gedir. Özünə görə yox, cəmaata görə cəhənnəmə gedir. Görürsən ki, bu cürdür. İmam Sadiq əleyhissalam bu şagirdi deyir ki, Yəbnə Rasulullah, mən gördüm ki, yox, Allahın rizayətini cəlb eləməkli daha da mənim üçün xeyirlidir. Nəinki öz istəyimi və ya cəmaatın istəyini, ona görə mən Allahın istəyini, mən rizayətini mən neynədim? Getdim arxasıcan və onu cəlb elədim. Həzrət buyurur, əhsən, barakallah. Daha nə öyrənmişsən? Daha nə öyrənmişsən? Dedi ki, Yəbnə Rasulullah, mən bir şey də öyrənmişəm səndən. Mən gördüm ki, insanlar nə qiymətli şeyləri var, onları qorumaqdan ötəri çalışırlar. Məsələn, sənin, hər bir insanın, görsən, pulu var, imkanı var, banca qoyur, evində seyfə qoyur, gizlədir, qızılı var, apar, bastırır, nə bilim, nə. Qiymətli şey heç olsan üzə çıxardıb qoymazsan ki, oğru gəlib aparar da, oğru gəlib aparar. Gördüm ki, onlar saxlayırlar, gizlədirlər, əmin-əman yerdə də, güya bu cürünə. Amma mən gördüm, sizdən öyrəndim, gördüm ki, hər nə Allahın yanındadır, o əmin-əmandadır. Hər nə Allahın yanında qoyursan, o əmin-əmandadır. O birisilər hamısı fənadadır.
Oğurlaya da bilərlər, sel də gəlib apara bilər, nə bilim hər şey də ola bilər, filan olar, filan olar. Adam bir dənə bahalı maşını var, bir də görürsə Allah elməsin, sel gəldi, götürdü, apardı, çırpdı onu qayaya, parça tiki oldu maşın. Ya məsələn, hələ hər bir şey ola bilər də insan. Amma Allahın yanında olan şeylər qalır. Mən onu nə qiymətli şey gördüm ki, bu qiymətlidir, göndərdim Allahın yanına. Allahın yanında qaldı. Allah Ər-Rəhman surəsində də Quranda buyurur ki, bütün şeylər fanidir. Bir dənə Allahın yanında olan şeylər neyniyəcək? Qalacaq. Odur ki, insan gərək, bəli, yaxşıdır, insanın pulu olsun, imkanı olsun, malı olsun, amma ondan tək elə burada bankda saxlamasın. Nə bilim, aparıb qızıldır, gizlətməsin. Bəzi bədbəxt insanlar var ki, nə özü yiyir, nə övladına verir, aparır qoyur, ölür gedir, sonra görürsən ki, bilmirlər ki, bunun nəyi var idi, nəyi yox idi. Bankda filan qədər pulu var, filan qədər pulu var. Görürsən ki, bir nəfər üləmadan, ariflərdən biri qış vaxtı olur, qış vaxtı olur. Bu indi öz məscidindən, mənbərindən çıxır, gedir, bir nəfər sail, düşür dalıcan, dilənçi deyək də, düşür dalıcan. Bu da ağanın da yayına gedirlər də, müridləri gedirlər, bu əhəmiyyət vermir ona. Bu elə deyir, məsələn, mənə bir şey ver, acam, filanam, beləyəm, heləyəm, filanam, belə, bu bir şey vermir ona. Gedir, elə girir, qapısını da bağlayır. Səhər durub görürlər ki, bu biçarə, bu sail elə oturub orada, soyuqdan donub, elə ölüb orada. Müridləri narahat oldu. Ay, sən bunu niyə belə elədin? Bir şey verərdin, evə dəvət eləyərdin filan deyir. Deyir, onun o əynində biz deyək, məsələn, paltarı ki var, pəncə, gedin onun astarını sökün. Gedirlər, sökürlər astarını, görürlər ki, onun qızıl, paçka-paçka pullar o pəncəyinin, paltarının içində. Bu acından ölməyib. Bu elə ölməli adamdır da bu. Bu cür adam gərək ölsün də, nə özü yiyir, nə başqasına verir. Ondan sonra qalır onun pulu bankda, qızılı qalır torpağın altında filan, belə elə. Amma deyir, yox, Allahın yanına da göndərin də, onlardan Allahın yanına göndərin, qoy Allah sizi üçün saxlasın. Bəzi adamlar var bu cürdür. Heç bir xeyir işdə əli yoxdur. Heç bir, Allah rəhmət eləsin, Müştəhid Tehrani, o deyərdi ki, o divar görürsünüz, o yandan bəzi divarlar var ki, su o yandan dəyir, bu yana nəm verir, nəmişlik verir, nəmişlik verir. Bəzi insanlar var ki, nəm vermirdən, yoxdur bunda da, o nəmişlik yoxdur, qupqurudur. Necə bunun fundamenti betonirivit olub, bilmirəm də, nəm də vermiriz. Bəzi adamlar o cürdür, yox, o cür olmaq lazım deyir. Adam gərək xeyir işdən olsun, əli olsun və Allah o xeyir işləri saxlayır insan üçün. Mən birində oxuyum, sonra qalanı qalsın. Çox danışmayım. Buyurur, mən gördüm ki, yəbnə Rəsulillah, insanlar bir-biri ilə düşmənçilik eləyirlər. Bir-birinin kinini qəlblərində saxlayırlar. Məsələn, düşməndilər, qonşusu ilə düşmənçilik eləyir. Qardaşı ilə, öz rəhimi ilə, qohumu ilə düşmənçilik eləyir. Kin saxlayır neçə illər. Neçə illər kin saxlayır. Mənim yadıma bir hədis düşdü. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm deyir, mən uşaqlarda bir neçə dənə xüsusiyyət var ki, çox xoşum gəlir onlardan. Çox xoşum gəlir onlardan. Onlardan biri də budur ki, onlar kin saxlamırlar. İki dənə uşaq görmüsünüz, dava eləyirlər. Axşam dava eləyirlər, küstülər, bir-birinə nə oldu, nə olmadı. Səhər gəndə barışırlar. Qonşunun uşağı olsun, yəni, amma qonşunun uşağının, o uşağın ata-anası bir-birinə nə bilim çıxır davaya, neyniyir. İki nəfər qonşu uşaqları dava eləyir bir-birinə. Bunlar da bu uşağın üstündə dava eləyirlər. İndi işləri çıxır məhkəməyə. İndi məhkəməyə gedirlər, uşaqlarını da götürürlər, əllərində gedirlər, yol gedirlər məhkəməyə.
Görürlər ki, bu uşaqlar bir-birinə danışırlar, gülürlər, filan şey belə elədir. Baxırlar bir-birinə deyir, ha bu uşaqlar bizim uşaq. Biz bunlara görə gedirik də məhkəməyə. Biz buna görə dava eləmişik. Bizim ağlımıza bax, uşağın ağlına bax. İmam Sadiq əleyhissalam şagirdi deyir ki, mən gördüm insanlar bir-birinə düşmənçilik eləyirlər. Kin saxlayırlar bir-birinin qəlbində, bir-birinə nisbət. Mən gördüm ki, düşmənçiliyi eləməli mövcud varsa şeytandır. Mən düşmənçiliyimi onu ilə elədim. Allah Quranda da aşkar buyurur ki, şeytan sizi ilə aşkara düşməndir. Aşkara düşmən. Bəli, şeytanla düşmənçilik eləmək lazımdır. Şeytan sifət insanlarla da düşmənçilik eləmək lazımdır. Mən necə məsələn, Netanyahu-la necə mən düşmən olmayım? Trumpla necə mən düşmən olmayım? O zalim insanlarla mən necə düşmən olmayım? Onları demir ha, İmam Sadiq əleyhissalamın şagirdi onları demir. Biz bir-birinin arasında, bir-birinə məsələn, görürsən, qohumda, əqrəbada ki, Allah eləməsin insan neynəsin bu xüsusiyyata malik olsun ki, kin saxlasın başqasının kinini. Allah and verirəm, İzzət-i Cəlalı ehtiramı xatirinə Allah təbarək və taala ağa İmam-ı Zamanın zuhurunda təcil eləsin inşallah. O Həzrətin Nazənin qəlbin bizlərdən razı və xoşnud eləsin. O Həzrətin mübarək qəlbin qüssələrdən azad eləsin. Allah and verirəm İzzət-i Cəlalı ehtiramı xatirinə. Onlar için